Aleyküm, değerli izleyiciler, bu benim doğulduğum, boya-başa çatdığım İsmail rayonun Yuxarı Zərnava kəndidir. Maşallah, mənzərəsi çox gözəldir. Deməli, bizim evimiz buradadır, qıraq tərəfdədir. Bütün mənzərə üzü aşağı çox super bir mənzərədir. Bu da kəndimizin özü. Bu da təzə Azərselin vışqası getirib qoyublar. Bu da Zərnava icra nümayəndəliyidir. Burada o vaxtı mən 1994'də gəlmişəm məktəbə ilk dəfə. Burada bir dənə İbtidai 4-cü sinifə kimi burada idi məktəb. Burada bir dənə uzun məktəb var idi. 4-cü sinifə kimi burada oxuyurduq. Bu söküldü. Nə bilim, daşları biraz bura istifadə olundu, biraz aşağı məktəbə istifadə olundu. İndi inşallah aşağı məktəbi də göstərəcəm. Bu da bizim bu kəndin gözəlliyi. Bu da bizim kəndin gözəlliyi. Yəni maşallah deyim sizə ki, çox gözəl mənzərəsi, nə bilim, havası çox superdir. Sadəcə evlər biraz boşalıbdır. Bəziləri yer sürüşmələr olubdur, yüngül bari bəzi yerlərdə. Yer sürüşmələr deyəndə bizdə biraz həm evlər də o vaxtı tikilibdi. Belə deyək, çay daşı indi görürsünüz ekranda. Burada sadəcə yaxınlaşdırmaq olmur bununla. O funksiyaya qoymamışam kameranı. Kətil də belə deyək ağacdandır. Ağac, daş, kəmər əvəzi. Onlar da illər sonra çürüyür, gedir, başlayır problemlər yaranmağa. Biraz da yer sürüşməsi, biraz da zəlzələ yavaş xardalıyır ev nəsə. Məsəl üçün, bu evdir, boşdur. Bu bir. Bu cür ev boşdur. İndi yayda gəlib qalırlar deyə bilmərəm. Məsəl üçün, burada çox ev boşdur, yaşayan yoxdur. Hamısı işə görə çıxıb gediblər. Nə bilim, rayona, Bakıya. Deməli, bu da bizim 4-cü sinifə kimi. Bu buradan çəkim göstərim sizə. Deməli, 4-cü sinifə kimi yuxarı məktəbi idi. 4-cü sinifdən aşağı da 5-dən 11-ə kimi də bu belə necə deyək, L hərfində rus hərfləri ilə Q olan o idi, o məktəb idi, köhnəsi. İndi də modul tipli gəlib tikiblər. 2 il, 3 ildir, 4 ildir, bu təxmini belədir. Şimdi onu da göstərəm sizə. Quşların səsini eşitmirsiniz. Bilmirəm, çox möhtəşəm səsi. Deməli, bax, bu da bizim kəndin məktəbi modul tiplidir. Bax, çox super tikilibdir. Bu bizim kombi xanasıdır. Qışda isti olur, super. İşıqla istifadə olunur. O da bizim köhnə məktəbdir. Bu da bizim modul tipli məktəbimizdir. Çox gözəl tikilibdir, maşallah. Yəni, kamerasına kimi, hər şeyinə qədər var. Evin biri budur. Bax, bu da yoxdur. İndi hələ yolla getdiklərimi sayıram.
Və yaşayış yoxdur, neçə illərdir. Və burada da yaşayış yoxdur. Ondan sonra bizim bu aşağı məhəllə gedir. Yuxarı məhəlləni o bayaq birinci kadra başlamamışdan əvvəl. Bax bu evlərdə də yaşayış yoxdur hal-hazırda. Bax bu evlərdə də yaşayış yoxdur. Feruzlar nətər sağ Feruzlar? Sağ ol baba, sağ ol. Günə versin öz videosən. Nətərsən canım başına, nə varsan? Sən nə tər? Sağ ol şah, yaxşı olasın. Gezməyə gəl. Hə, Mirəli gedirəm. Oradan rayona gedəcək. Ata evdədir. Hə, deməli bax bu ev yaşayış yoxdur. Maşallah təmir zət eləyiblər, yoxdur. Ondan sonra bax bu 4-cü ev. Ha burada. Burada yaşayış yoxdur. 4-cü ev. Hələ o tərəfdə də deyəsən yoxdur. Bu 4-cü evi faktı çox deyə 32 dənə ev boşalıb 100 evdən. Bax maşallah. Bir də onun mənzərəsinə baxın. Bax bu da kartoflardır, əkilib. Gör nə səliqələn bax. Kartoflardır, aralarında da lobya əkilibdir. Hə bax. Bunu göstərirdim, alınmadı. Bax bu ev yaşayış yoxdur. Bunların da içərilərində yaşayanlar ancaq yaşlı nəsillər qalıbdır. Bəzilərində indi cavan nəsildə qalıb. Bax bu vaxtı butuq idi. Bir an hamısı moda düşmüşdü. Butuq da açırdılar, eləyirdilər. Bu da təbii ki bizim kəndin eşeği. Mirəli! Ay Mirəli! Mirəli! Can, xaloğlu! Evə yox. Çəkilişdəsən inşallah YouTube'a verəcəm bunu. Nə tərsən? Çəkilişə verirəm səni YouTube'da. Canım başım, nə qarırsan, neyəsən? Ramilin oğlu deyə. Tanıdım. Tanıdın? Nə qarırsan, nə işləyirsən? Otları biçirsən, yaxşı eləyirsən. O deyil, bu biraz böyüsü yoxdur. Böyük işləmir axı. Hə? Elə balacaq. Mən də birini almışdım, o nəsə tez qırıldı. 5 manat almışdım zətdən. Dükandan. Hardan, Bakıda? Hə, Bakıda. Yox, bir daha rayonda bunlar deyəsən. Hə? 2 manat 80 çöksün. Hə ki? Bəlkə də elə mən o qiymət almışam. Prosta mən 5 manat yadımda qalıbdı. Hə. Bəlkə də qarışdırıram. Bəlkə də elə 2 manat da almışam. Hə, bu da mənim xalam oğludur. Nə qarırsan xala oğlu? Ot biçirəm. Ay maşallah, bu mənzərəyə baxa Allah, bax. Burada bu kətdə mən ev qoydum satdığa. 22 minə. 7 sotdur. Əvvəl 12 sot idi. 5 sotun qohum ağrabə zəbt elədik. Deməli yuxarıda bu yuxarıda ev qoydum satdığa 22 minə. Yolsuzluğa görə heç kim gəlmədi və yolsuzluğa görə. Bu dünya bilsin ki, mən işləyənəm xaloğlu. Can. Hamı mənim adımı de tənbəl, nə tərsin? Sabahın. Sabahın. Foxu bu özüm işimi görürəm. Bəli, bəli, bax. Xaloğlum da dəryazı götürüb. Sən başa düşməm, niyə sən burada indi? Hə? Nəyə biçib tökürsən onu? Hə, həyəti təmiz. Bəs mən gələm ki, gedək, sən hələ iş paltarındasan. Allaha and olsun. Səhərdən gözələ bax, gəldiyim bir dənə. Hə, tez elə, dəbə tez elə. Hə? Hə, gələm, mən burada çəkil eləyim. Deməli, kadr kəs, özüm kəsmirəm ki, hamısı tam. İndi mənə izləyənlər var da, o sevə-sevə, məsələn, başqa ölkələrdə yaşayanlar var. Bunu çox belə necə deyim sizə, gözəlliklə izləyənlər var. Bax,
Bu da bizim kəndin bulağıdır. O vaxtı ben görüm bunu yadımdan çıxıbdı. Kim tərəfindən çəkilibdi. Fərhaddan ata anasına xatirə. Bu həmin bu xalam oğlunun Fərhad sən əmin oğludur. Bu xalam oğlunun əmisi oğlunun atasına anasına xatirədir. Bax bir dənə də ev 5-ci ev. Bax. O evdən göstərəm təxmini. Dünyası dəyişiblər, uşaqlar köçüb gedibdi, Xələfdarın evi idi. O evdir. Ondan sonra burada ev demək olar ki, çox ev. 30 neçə dənə ev boşala gedir. Bir dəfə dedim, 30 ildən sonra bu kətdə adam qalmayacaq. Mənə bir nəfər dedi, adam demirəm burada. Dedi, çox yox, 10 ildən sonra burada adam tapmayacaqsan. Qaçıb gedirlər. Xala oğlu, hardan gəlin mən? Gəldi. Qapı var o tərəfdə. Qapı var ya adam, nəsə. Deməli. O gedib burada o evi də göstəreyim. 22 min əvvəl idi, 22 minə satılmır ev. 22 minə indi bir dənə hamam tikmək olmur. Burada kubikin biri rayonda 1 manatdır. Gətirmək haqqısı da 50 qəpiyə alırlar. Bizim eşyalar da keyf eləyirik. Bu cür təbiət qoynunda yaşayır. Buna bax. Dayan yox, dolaşan yox. Yiyəsə bilmirəm indi kimdirsə bıraxıb deyib get otda. Deməli, bu evlər də boş idi. İndi sonradan gəldilər, yaşadılar. Baxdı, hey yuxarıda 6-cı ev. Lap bax o qırmızı pastı zat görsənir. Buna qabağa verə bilməm, göstərə bilmirəm. O əvvəl 2 tərəfli idi. Bu tərəfində də adam qalırdı, bu tərəfində də adam qalırdı. Bax, orada da yaşayış yoxdur. Nə tərsən, xala? Vəziyyət nə tərdir? Raminin oğludur, böyük oğlu. Sağ ol, şükür Allaha. Sağ ol, çox sağ ol. Sağ ol, çox sağ ol, yaxşı olasan. Deməli, bu deməli sözünü çox işlədirəm. O da bir vərdişdir. Ya da ki, cümlənin düzgün qurulmamağına bir səbəbdir. Deməli, bax, mən sizə deyim, neçə il, mən belə deyək də, 88 təvəllüdəm. 88-dən bir 10 il lap belə deyək, 10 yaşımda, 98 deyək. 98-2000-ci illərdə bu bostanlar var ha. Bu bostanların hamısı əkilirdi. Evləri yuxarıda idi. Gəlib əkirdilər. Bax. Bu gördüyünüz torpaqlar fərqli insanların torpaqları, bostanlarıdır. Onların hamısını gəlib əkirdi. İndi heç kim əkən yoxdur. Bax, əvvəl 22 mən satdığım torpaq ev. Baba, bu gördüyünüz baba, bu setka idi. Baba, bu setkanı buradan şifr almış. Buraya bir dəba yuxarı ev. Nəsə qohumu gəldi, dedi, mən ata yurdumdur, baba yurdum olubdur. Baba yurdum olubdur. Evdə mənim yeznimə aiddir, dedi, qoy. Baba yurdudur, qoy gelək. Bələməsin, yəni ona görə də haqq kimisə qalmasın boynunda. İndi evi də göstərirəm qıraqdan. Çəkib qoymuşam, YouTube'da var idi. 22 o vaxt bir neçə il bundan qabaq qoymuşdu. Və
Buradan bilmirəm. Göstərə bilməyəcəm bəlkə də. Baba budur bu evdir. Təzə tikilmiş ev idi. Bu da bunun həyəti, bağı, bağçası. Yəni qonum-qonşudan da torpaq alıb qoşa bilərdi. Sadəcə yolsuzluğa görə heç kim gəlib çıxmır bura. Bax bunlar hamısı əkilirdi, indi heç kim əkmir. Nəysə, bura kimi bu qədər. Qalan kadrlarda, yollarda çəkib bu videonun ardına əlavə edəcəm. Yəni indi bu dəqiqə çox. Bax həyətin otu heç kim biçmir. Elə məsəl üçün yaşlılar var ki biçmir. Başqasına deyir gəl biç, 2-3 odun gətir yerinə. Heç kim gəlib biçmir. Hətta Qaraqaya kəndində müəllim var. Deyirəm havaya gəlin biçün, onu da biçmirlər. Deyirlər ki, hələ pul zat da verək. Biçib aparıbsınlar, heyvanlarına töksün, mən hələ pul da verim. Bunu biçmirlər. Məsələn, bu eşək görüb həsrət aparıram ki, bu gül kimi yaşıllıqda yaşasın, mən də gedim o Bakının bal ortasında yaşam, bu da xalq olur. Həyətidir. Sevələ quraqlıqdan çıxırsan belə bir mənzərə. Bir dənə bax bura baxın, bir dənə bax. Quraqlıqdan çıxırsan belə bir dənə mənzərə. Yaşa da mənzərəyə baxayım. Hardasan? Ha, gəlmirsən evə? Elə buralarda bax. Əvvəl burada bir ailə yaşayırdı, yuxarıda bir ailə. Burada bir ailə yoxdur, bir dənə yuxarıdakı ailə yaşayır. Yavaş-yavaş hamı boşalıb gedir. Bax, bu da cücələr. Bizdə 40 deyirlər, 40. Burada bəzilər kürt deyirlər, bir də cücələr. Oy cücələrim. Ay cücələr. Oy, bu da mənə kimi şəkərdir nəsə. Bu da hindişka bağasıdır. Ay Allah, bu nə gözəldir bu qara cücəyə, buna bax. Oy. Ölməz ha, onun mamon sənə elə deyib ki, pırtın çıxartmayasan cücələrin. Ölməzlər. Bu cücə xoşuma gəldi nəsə, deyəm bir. Buna bax, ay Allah. Nə varsan? Ömər, nə varsan sən? Hə? Yemək. Bu, bir bax. Əmiyə bax. Əmiyə bax. Otur orada gör onlar nətər gəl vatanlar yoxuşur. Bir bax. Bax. Hacı əldən gidir, bax. Gəl sən də düşqadıra. Bit. Gəl. Görsən, bax. Ancaq da Cücələr aparmır, hətta pişiklər aparmır. Ay Allah, bunun gözəlliyinə bax, bunun maşallah gözəlliyinə bax. Bir buna bax, alo. Ay, öyle belə. Nə bax? Çirpiyə bax. Çirpiyə bax, bir çirpi. Gəlib pişiksə də aparanda deməcək xaloğlunun gözünə getdi. Gözündə deyir, maşallah. Allah bərəkət versin. Mən də gəldim. Hələ biz uzağa ki. Nə? Uzağa ki. Belə bir dənə aralıqla düşüb gedirik. Qabağa çəkirsən yoxsa? Belə bir dənə bax, aralıqla düşüb gedirik, rayona gedirik. Maşınlar gedirik, düşək yavaş-yavaş biz gedək. Hələ kanalizasiya nə işi var burada? Bunun yaşı, onlara heç kim fikir vermiyor, bu yaşlılığa, buna bax. Buna bax. Yaşlılığın yaxşı yemişsin. Qabaqda göl var. Haradadır göl? Arasında, əşvana göl. Buna bax. Sən Mirəli, mənim paltarlarımı, ayaqqablarım olacaq it günündə. Bir bura pis. Yox, orada tutmayın. Bu ne? Dip bala. Ya Allah. Heç nə yox.
Mən bura bəlkə də bir 20 ildir bura mən gəlmirəm. Uşaqlıqda gəldiyim yerlərdir. Gəlirdik bura. Çiyələk yığırdıq. Hay, dədəm var. Çiyələk var indi buralarda. Vaxtı yetişir, bu il o qədər. Həqiqətən bu vaxtı may-iyun ayında biz gedib ot biçəndə iyunun 5-i otu biçirdik Əlabılağıda. Onda çiyələklər yetişirdi. Gəlib, Həqiqət deyirsən. gedək aşağıda gedək. Ha, demək belə. Bu hücə kəndin qıraq hissəsidir. Buradan yavaş-yavaş düşür aşağı. Hə, bu da mənim. Qulaq as, sən anamın nəyi olursan dedin? Əmisi nəvəsi, hə, anamın əmisi nəvəsidir. Salam aleyküm, mütəsəm. Vəziyyətiniz canın başı. Nə varsa Allah bərəkət versin. Sağ ol, inşallah sizdə nə tərdir? Allah bərəkət versin. Allah bol eləsin. Bax, mənim bir niyyətim var idi ki, gəlim bir 50 dənə qoyun alım, salım qabağıma otarım. Bax, bu qaydada. O sortu nə içinədir bunlar? Gəldim, qulaq as. Gəldim nəsə, kəndə bir həftə dayanmadan yağış başladı. Ara kəsilmir. Yağır, aram yağır. Arada gücləşir, yenə aralaşır, yağır. Hələ qoşdu, valla bizdə. Dedim, bir anlıq təsəvvür elədim ki, o həmin o zət var ya, o nobatdayam. Yağır. Dəyişənim yoxdur. Yağışın altında su kimi. Elədim belə. Puh! Syo. O, bu qoyun adı çəkmədim. Nəyin adını çəkmədin? Dedi məni. Sonra o şu xaloğluma dedim ki, Nəyə deyil? xaloğlu dedim ki, xaloğlu sort inələri alım. Bir neçə dənəsin. İnək alım. Tuttum sən nəyin inək? Yox, sənə sort inək verim. Hə. Hə, yox, söhbət edim. Hə, dedim ki, xaloğlu, gəl sənə bir dənə dedim. Zəlliyim, sort inəyi alım. Dinləyəsən. Dedim ki, əşya sort inəkləri alım. Həm sağanlı ilə mən satacam da Bakıda. Sağanlı. Yağıdır, nə bilim, şorudur, osu budur. Həm də ki, balaları olanda yenə də tən qazancımız yarlığa. Qayıt dedi ki, hər gün dedi, sortumu söydürmək istəyirsənsə dedi, al. Sort inək, sort Hə. hər gün istəyirsən O bu dedim, yox, pis qutardı. Aydınən bir zıbır qarışdı şeydə, bu da 35 kilo. Hə. Getdik qardaş heyvana qoşa, ürküyə düşdü yoxa. Yox, Hə, gel. Çıxdım 5 attım bura, gördüm keçdi bir gərim oldu. Ürgün getdim gələk ağusya kimi. Axşam zərifət, axşam üstü. Qarasa dedik, valla burada bir tudur var. Bu hikmət bilim olacaq. Balat deyil elə bizi görən kimi qalxdı çirinlikdə. Qaçdım deyil, Rəfaqin evinin yanından belə qaytarım, yoxa. Hə. Həm iş turalışmaq bu kiramı deyim. Tapmadı onu indi. Hə, gidirsən. Sən bəlkə Ben uşaqlar axtarmır. O heyvan da içine geldi. Hele heyvanı ona cevap verdim 3 saat 6'dan çıktı. Uşaqlar axtarmır. Ay aktardı. işlər də üçümüzdə. Yeni başlıq. Bəh. Allah, Allah. Buna o qədər həvəsliyəm ki, təsəvvür edə bilməzsiniz ki, bu qoçsat vurmur adamı. Mən o həvəsimi necə deyim, saxlaya bilmirəm də bu heyvanları. Kişi neyinir o pensiyasını alır o. 42 ildə şəkəsib yeyirik də yenə də maşallah maşallah otarırsan. Lazım olanda gəlib kəsib yeyəcək. Sağ ol şükür Allaha deməli. Nəsə deyəcəyim yadımdan da çıxdı sözüm, nəsə. Ey gözəli, maşallah. Bəh.
Suya bax. Allah'ın nemətinə baxın. Bax, bax. Qatır quyruğu. Gör nə qədər var bu qatır quyruğundan burada. Bax. Deyirlər sonra pul yox, pul yox. Pul var. Burası hərəkət lazımdır. Bax. Bu qatır quyruğu. Bax bu şalafi. Bax görürsünüz. Bu şalafi. Bax. İndi göstərəcəm. Bax şalafilərə baxın. Şalafilərə bax, 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 dolu. Bax. Ondan sonra indi bura biraz aşağılar, üzü aşağılar hamısı sort bitkilərdir. İt burnu hələ çiçək təzə açır heç. Bax. Bu bizim iyi gəlir. Bax bu yemşandır. Nə vurur yaxşısı, mənə verir, daim verir. Bu yemşandır. Çiçəkliyibdir, özlə. Onun çiçəyi də dərmandır. Ondan sonra bu heç də buradan üzü aşağı sort zətlər. Ondan sonra hələ belə deyəndə ki, kəndin hər şeyi maşallah. İndi bax zoğal. Zoğal da almadı, yox bu almadı. Alçalar hələ bizdə. Buralarda var, hamla var. Alçalar bizdə çıxılı, bizdə cır alçadır burada. Yox, yuxarını dolu vurur bunlar. Vay, tum turşdu, vay. Səhər tırnağın üstündən. Yolla gedən suya baxın, bax. Yolla gedir, bax, təmiz, tərtəmiz. Bu da inəklər. Hayır ki, bu sudan biz yararlanırıq. Deyirəm, inəklər qədər də yaşaya bilmirəm. Gedib o, Bakın o, bataqlar. Göl də keçək ya. Deməli, quşun səsinə bax. Bunu çək. Tamam, çək. Sakin. Səhərlər dağıdırlar o quşların. Səhər o quşların çəkəndə kamera lap profesional olmalıdır da bu. Bu da özündən yaranan göl. Balıq da var orada. Nə balığı göl. Valla balıq var, uşaqlar gəlib tutur. Balıq var, ördək də gəlir orada. O qamışlıqda ördək var. Bax burada spiskaya baxın. Spiska deyilir də bizə. Bizə aşağı. Əniş. İniş. Nə bilim. Xaloğlu, mənim motorum yatdı. Mən buradan bu 7 kilometr yolu nətəcdəcəm. Mən də bilim. Pulsuz bir sənə aparacaq. Deyək ki, pulsuz. Baxa buran ki. Deməli bu o qədər enişdi ki, demək olar ki, yuxarıda maşın tormuz verəndə buradan sürüşür gəlir. Bura əvvəl biraz düz idi. Sonra yuxarıdan sürüşmə oldu, gəldik, yol dağıtdı. Və bu su gəlir buradan. Gedir. Bu da buna problem. Bu da bizim dağ. Deməli mən uşaq vaxtı olanda bax o dağın oralarına gəlirdim. Amma indiki ağlım olan, indiki ağlımdan deyirəm, mən həqiqətən də uşaq ağlı olubdur. Ona görə uşaqlara üzrü var. Çünki uşaqda o ağıl, o dərk eləmək olmur. Fikirləşmirsən ki, birdən ayağım sürüşər. Ona da gəlirdim, bax oradan düşürdüm, gedirdim oralara. Bax bütün bu dağlara hamısını mən bir-bir gəzmişəm. Bax gördüyünüz bu ərazilər var ha. Burada hamısı əkilirdi. Kətdə hər tərəf əkilirdi.
Hər tərəfi otu biçirdilər. Heç kim indi nə ot biçən var. 1-2-3 nəfər deyə bilmərəm indi bəzən. Biri onun xaloğludur. Ha, biri də bu xaloğlum. Bütün dünya... Biri mən özüm. Heç birimiz ot biçmirik ha. Su da deyə yolun ortasından gedir. Bax, buraların hamısı əkilirdi. Bax, bu su üstündə dava idi. O deyirdi mənim növbəmdir, bu deyirdi mənim növbəmdir. Bir iynə dönə qəşəng gəlir. Hə, o deyirdi mənim növbəmdir, bu deyirdi mənim növbəmdir. İndi, bax, bu da çay tikanıdır. Bildiyiniz bu çay tikanı var, bax, bu onun ağaclarıdır. Bu da onun ağaclarıdır. Nə qədər istəyirsən doludur. Çay tikanı. Bax, köv bunların hamısı çay tikanıdır. Buraların hamısı. Bu da yemişan ağaclarının çiçəkləri. Buna bax. Allah razı olsun, lazım yox. Yol boyu hamısı yemişan çiçəkləridir. Allah verir. Mən xaloğlumdur. Xaloğluma demişəm ki, xaloğlu gəl gedəm bu gün mənim rayona. Bütün xərclər mənlikdir. Sən pulsuz aparacam, pulsuz getirəcəm. Xaloğlu da deyir, mən bilirdim ki, məni pulsuz getirəsən. Bu piyada gedir, gəlir deyənə. Piyada düşürdürəm. Deməli, 7 kilometr düz Lahıc yoluna kimidir. Maşınımız yoxdur. Bir də maşın çağırsam 15 manat verəcəm. Mən də dedim, qoy biraz çəkiliş eləyim yoldan irizdən də. İndi mən deyim, xaloğlu, mən bildim ki, sən mən pulsuz aparıb getirəsən deyir. Belə pulsuz bunu nəzərdə tutmuşsan sən. Narahat olma xaloğlu. İnşallah yaxşı olacaq. Sən pulsuz aparıb səni pulsuz aparıb Bu dəfədə durdum səhər tezdən. pulsuz getirəcəm. Paltarlarımı geydim, gözlədim, Rahimi gəlib çıxmadı. Ha, çıxıb getdim. Acaba burada gedək də Mirəli. Deməli. Aha. Deməli. Su qardaşım Məmməşan Əmirxanın həyətinə. Deməli bax, bu maşın yoludur. Gəl fikirləşirlər ki, buradan da maşın yolu düzəltsinlər. Yaxşı. Düzdür, böyük xərclər qoyublar bura. Beton, zat. İndi nəmin armaturu var içində, nəysə. Xərc çəkiblər ki, bura maşın yol düzəldəcək. Kəndin bələdiyyəsi. Yəni o körpüdən gələn gəlirlərə gedək. Bax, gəlib burada bir belə beton töküblər. Belə bir beton töküblər ki, buradan da şiveller gətirib qoyublar ki, axır ki, mənə qismət oldu buradan keçmək. Ki, buradan maşın yolu olar ki. Deyən bir dəqiqə. Gəl. Öldüm bu uşaqlarım gələcəkdə baxır kanallar. Bizim etmək bizə baxır. Belə şivellerlərdir, atıblar ki, o maşın olur. Buradan gələn o maşın buradan gedib ora qalxmağı çox çətindir. Özdəki bunu bala nəzarət olmalıdır. Bunu elə hər adam körpü düzəldə bilməz. Bura mütəxəssis lazımdır. Yolu yarı eləmiş o xaloğlular rahat olma. Bax, qızıl olsa o daşlı olar, bax. Yolu qət eləmişik. Az qalıbdır. Bu 1 manat, 2 manat qabaq. 2 manat burada. Sənə görsən pulsuz aparıram da. Demişəm, sənə pulsuz aparıb getirəcəm. Bütün xərc... Suz, Türkmənə suz apar, suz gətir. Bütün xərclər mənlikdir demişəm. Acaba bir şey demişəmsə boynuma götürürəmsə onu yemək eləməliyəm. O harda diyor elə şey. Bura vaxtı. Gedirdi yuxarıda. Yuxarıda sizə odun atırdım, sən basma yuxarı. Deməli o yuxarıda
Odun doğrayırdıq, yonbaladırdıq, gətirirdik bura, burada maşını aparırdıq. Yadıma gəlib. Qışda yandırmağa. Yapsın bura. Hə. Axırda Bax burada o qədər super yerdir ki, bax burada bir dənə işıq ola. Bax bura. Həmin baba bu dediyim yerdə. 1 2 3 4 5 dənə afirem evlərdən tikəsən. Qəşəng ləzzətli. suyun içində. Hə? Ha, o su. Ya. Ha, suyu nədir qurutmaq? Ha, yox. Heç çaylaqda nə qədər zat, daş. Yox. Gətir düz üstünə. Biraz hündürdədik. Burada soğukdan tutmaq olmur. Hələ soyuq yaxşıdır da. Burada afremitik qəşəng ləzzətli. Hey baba mənzərələr. Şimdi şu aylar üçün çəkirsən. Ha. Bura kim gəlir? Bura valla maşın gəlmir. Tek. Ha, gün qoyursan 50 manata. Ha. Gedib cəmaət körpüdə saxlayır maşınını. Ha. Belində keçirsən bu. Piyada gəlirlər bura. Ya da ki bir dənə oğaz alırsan. Qonaqlar gəlib özün gətirsən orada. Şəlaləyə bax. Onlar gətirə bilər. Hə, yox. Hadi yuxarıda o dağın ətəyindəyik. Yavaş-yavaş piyada düşüb gəlmiş. Yaxınlaşdın. Hələ də davam edirik. Maral bulağı var burada. Gəlin inşallah oranı görək. Burada Təmir eləyə bilərik. Deməli xala oğluma yox. Deməli xala oğluma deyirəm ki, xala oğlu orada maral bulağından su kəsilibdi. Bir dənə onun gözün təmizdə 5 manat verəcəm sənə. Yəni gözün təmizdə mən də həm də çəkiliş eləyim də çəkiliş zamanı ki, yəni bu 5 manata düzələn şeydir. Bu da deyir ki, hə, onu 10 manat elə, 20 manat elə qoy görüntüdə camaat görsün ki, hayır sən 20 manat verdin. Dedim yox, elə 5 manat dəstin. Oradan bir balaca onun gözünü təmizləyib şılangı qoşasan deyənə. Bax, qoy mən sənə deyim. Hər kim qoşubsa Allah canını sağ eləsin, bax. Bax. Ben qoşan su nətər olar xalo. Bax. Suyun gözü bax buradan dağın arasından axır, gəlir. Buradan şılaqla gedir ora. Nətər qoşdum xalo? Ya sən qoşmamısan, yalan danışmaq olmaz. Hayır. Hə. Qoşdum da su. Gedim xaloğlu. Gedi görək ki, indi o suyu qoşublar. Buna bax. Ha valla qoşdum. Bax. Bunu da o vaxtı səhv eləmirəmsə bu maral başını Saxan da elib. Deyəsən kişməyən də. Kişməyən yox. Saxan tane şey, əlaqa da. Saxan dayla Əlağa dayı. Və ustalar Babayev. Əlağa Baxışov Saxan. 1972-ci ildə Təmizlər yayır. təmir eləyibdilər. Və tikiblər buranı. İndi suyu da mən qoşdum. Hə, Allah günahlarını bağışlasın. Deməli, bu da sudur, buradan su içirlər. Bu da ki, bunun yanında bir böyük ağacdır. Bir də böyük ağacdır. Hamı adın yazıb üstündə. O vaxtı lap çıxıb mən yuxarılara yazmışdım uşaq vaxtında. Gör yazmışdı. Hə, yazmışdım. Cığırı. Cığırı yazmışdım. Hə, xaloğlu 5 manatı sən yemədin. Ben valla ben dedim de Allah Teala mən ruzumu yetirir. Prosta bəndə kəsir onu. Hə? Ha, mən sudur. Qardaş gəlir. Dedim ki, gəl gözünü Allah Teala mənim bəxtimdən suyu eləyib. Hə? Bax burada da attım 5'dir mənə. Bu da Ha. 7 manat. Hə? Nəysə, burada da bu yemədin, sən getdin. Ha. Ha qarşıyorsan böyümü doyun. Hə, gəldik Ücək körpünün bu tayına çatdıq. Burada da maşınlar. Xalan əvənin maşını, ola. Mən də buradan piyada düşüb gəlirəm, 7 Sen kilometr. gel düş. Sen düş. Çattı. Hə, Gel düştü çattı. bu da kənd maşınlarıdır, bunlar da hamısı. Onunla bunu lan. Körpüdə işləmədi. Bu maşınla gəlmişəm, bax, Sağ ol, bax. başı tuttuğun gel. Hə. Maşın, ben için maşın tuttuğuma göre sana çok sağ ol diye. Hə. Heç daha nəsə bu cümlə heç maşın düşmür başağa, hə? Ha çekim maşın. Məzələm. Lan tutanda olanlar. Düşüblərsə onda məncə eləyim də. Zəng eləyim, deyim un gətirsin. Bu bir dənə laqə zəng eləyim. Hə, bu da
Körpüdür. Sağ olsunlar biraz buraları genişləndiriblər. Bu da bizim yolumuz, körpüdən keçdiyimiz yol. Hatta layık çek. Bu da. Aa yox ha, su çoxdur ha. Ha, yok sabit bir sorsa köyde zahmet çekimse ben de bir 25 kilo olup gideyim. Bu da bizim yolumuz. Görsün içer. Ben bunu yanında bir çay içer. Aa çay vaxtı deyil məzələnmə gedir. Ziyanlar çıktı. Yox Gedə şey şu alan verimizə daha gətirsin. Layiq ki, aparsın kəndə. Əgər maşın varsa. Ya Allah. Elimde çekildi onlar. Başlancı buna hap var elimde. Hə? Hap elimde. Xaloğlunu pulsuz gətirdim bura kimi. Başında. Kətdən bura pulsuz gətirdim. Allah'ıma şurası minip geldi. Hə, Benim minip geldi. pulsuz gətirmişəm xaloğlunu bura kimi. Yo, su çoxdur ha. Tez elə belim tərlidir. Tez elə belim tərlidir. Qaç bir tez elə dondum soyuqdan. Ben kaçasıyla boşa Ay ama burada bir dənə külək var. Hə, ya Allah. Gəl xaloğlu, gəl. Gəl xaloğlu. Oy şohi. Gəl. Oy, ana sən burada şahin hanı bəs? Hadi maşın git orada şey maşını sür gel. Kimdi? Git oradan bir nefer. Ay o uşaqlar rətlər var, hə, saxlayıb oradayım. Salam aleyküm. Hə, həmin o. Həmin o. Bu da kameralara bax, uğraşdırıb Sen burada. seni çəkirlər, sən kimi çəkirsən? Gəlib kamera çəkir. Sən Selamun aleyküm axı. Aleyküm. Nətərsən? Sağ ol. Canım başım. Şolar sən. Nə qarısınız? Aa! Sənin kimi xala nəvəsindənsə, ha, bura bax. Ha? Xala nəvənin maşını ola, mən kətdən bura piyada düşmüşəm. Deyinən gəlim gəl. Ha? Hə, salam əleykum. Nətərsən Asim? YouTube'dasınız. Salam əleykum. Nətərsən? Salam əleykum. Ağzım ayrı da tərsdir. Salam əleykum. Nətərsən? Nətərsən? Hə, gəldi. Gəldilər. Bu da dükanlar. Biz də buralar hələlik stop eləyək.